Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. Bakıda yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Ölsüzlü kəndində həyat yoldaşının vəfatının il dönümü ilə bağlı məzarını ziyarət edib. Bu zaman qadın qəbristanlıqda yıxılıb, 65 yaşlı Nazilə Qasımova xəstəxanaya çatdırılsa da onun öldüyü məlum olub. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Tovuz rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən azyaşlı piyadanı vurub. İdarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı fərdi yaşayış evinin həyətini aşıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.